Varlı bir tacirin 3 oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: "Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyə artıqdır?" Çox çəkmədi ki, qardaşların narazılığından ata xəbər tutdu. Qardaşları razı salmaq üçün o öz sevimli kiçik oğlunu bir dəfə də sınamağı qərarı aldı. Tacirin alma boyda çox qiymətli bir cəvahiri varmış. Bu cəvahir tacirin bütün var dövlətinin yarısına bərabər imiş. Bir gün tacir hər 3 oğlunu huzuruna çağırtdırır. Oğlanlar atalarının qarşısında əmrə müntəzir dururlar. Tacir əlindəki cəvahiri böyük oğluna verib dedi: "Oğlum, bilirsən ki, bu cəvahirin mənim bütün var dövlətim qədər qiyməti var. Al bunu, yerə çal, qırılsın." Böyük oğul cəvahiri əlinə aldı. Bir əlindəki cəvahirə baxdı, bir də atasına baxıb dedi: "Ata, belə qiymətli cəvahiri mən yerə vurub qıra bilmərəm. Heyifdir." Tacir: "Mərhaba oğlum," deyib cəvahiri ortancıl oğluna verir. "Al, hünərin varsa sən bu cəvahiri yerə çal." Tacirin ortancıl oğlunun da böyük qardaşı kimi cəvahiri qırmağa cəsarəti çatmır. Axırda tacir cəvahiri kiçik oğluna verib onu yerə vurub qırmasını tapşırır. Tacirin ağzından söz çıxan kimi kiçik oğlu cəvahiri yerə çalıb parça-parça edir. Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətinə heyrət edirlər. Qardaşları bu vəziyyətdə görüb tacir kiçik oğlundan soruşur: "Oğlum, sən bu cəvahirin qiymətini bilə-bilə necə oldu ki, onu heç elədin?" Kiçik oğul ehtiramla cavab verir: "Ata, o cəvahir nə qədər qiymətli olsa, sənin sözün mənim üçün daha qiymətlidir."